61-ci sual və ədəbiyyat suallarına keçid etdik. Rədif işlənməyən nümunəni seçin. Gəlin qısa-qısa rədifləri seçək. Neylərəm, gecə, ayrılıq, kimi deməli, maralısan, aralısan, bunlar qafiyədir, deməli, işlənməyən Y variantı. Uyğunsuzluğu seçin. Rusiya şeirinin şah əsərini çevirdim Vaqifin şirin dilinə, Mehtanım Vaqifin şirin dilinə, düzdür. Mənim gözüm sənin kimi yardadır, aşağı lütf etsən, xoşdur gülanı xitabdır, inversiya deyil, uyğunsuzluq elə B variantıdır. Küləklərin dili ilə güllər çağırır məni, metafordur, güllər çağırır məni. Yaxşı işdə, pis işdə bədii təzad, yaxşı və pis, bəli. Dağlar dilə gəlir onun səsindən, bu da mübaliğə, dağların dilə gəlməsi. Deməli, düzgün cavabımız B variantı. 63-cü sual. Doğru fikirlər istəyir bizdən. Müxtəlif mövzularda yazılmış əsərlərin ideyası eyni ola bilər. Düzgün fikirdir. Bəli, müxtəlif mövzularda yazıla bilər, amma ideya eynidir. Ədəbiyyatımızda bir çox belə əsərlər var. A variant doğru. Tip və xarakter eyni anlayışlardır. Yanlışdır. Tip və xarakter eyni anlayışlar deyil. Tip müəllifin öz gözündə yaratdığı bir şeydir. Deməli, için götürmürük. Yanlış hissədə verib ki, əsərin vəzni onun məzmununa daxildir. Əsərin vəzni onun məzmununa yox, formasına daxildir. Elə yanlışda verdiyinə görə 3-ü götürürük. Bədii əsərdə sürətin xarici görkəminin sözlə ifadəsi portret adlanır. Bəli, bu doğru fikirdir, ancaq yanlış hissədə verdiyi üçün biz bunu götürmürük. Düzgün cavabımız 1-3 Y variantı. 64-cü sual. Nümunə ilə bağlı doğru olmayan fikri seçin. Nənəmin inamı dərdi nağıllar, namərdə aldatdı mərdi nağıllar, biz yuxulara verdi nağıllar, daha nağıllara inanmıram mən. Gəlin variantlarımıza keçək. Təqdir söz vahid söz prinsipinə əsaslanmır. Xeyr, yanlış fikirdir, əsaslanır. Bölgə əsasdır. Rədifdən istifadə edilmişdir. Düzgün fikirdir. Rədifdən istifadə edilib. Bəli. Əsas əlaməti ahəngdarlıqdır, təbii ki. Şeir vahidi qərarı ilə eynidir, düzdür. İkinci misrada iki fərqli bədii ifadə vasitəsinə rast gəlinir. Bu da düzgündür. İkinci misranı oxusaq, iki fərqli bədii ifadə vasitəsinə rast gəlir. Düzgün variantımız A variantıdır. Prinsipinə deyir, əsaslanmır, əksinə əsasdır burada, əsaslanır. 65-ci sual. Biri məntiqi ardıcılığı pozur. Təmsil, hekayə, memuar, oçerk hər biri yazılı ədəbiyyatımızın nümunələridir. Yanıltmaz şifahi xalq ədəbiyyatı nümunəsidir. Ona görə də düzgün variantımız 5C variantı. 66-cı sual. Hansı əsərə aid xüsusiyyət verilməmişdir, deyir. Hökümdar sadə xalq nümayəndəsinin dili ilə hindli quldur adlandırılırdı. Hindli quldur adlandırılırdı. Bu Sultan Səncər və Qara əsəridir. Qara əsəridir, bu birdir. Sonra baş obraz əsər bu inkişafda verilir. Bu İskəndərnamə əsəridir, buna da aid verilib. Bu 2-dir. Sonra pis adamlar əqrəb və ilana bənzədilir. Gənclərə nəsihət əsəridir bu. Yəni bu da verilib, 3-dür. Sonra yurdunu müfik düşməndən xilas edən qəhrəman obraz yaradılmışdır. Basatın Təbəgözü öldürdüyü boydadır. Bu da 4-dür. Y variantı verir. Demək, Xan sarayına aid heç bir nümunə verilməyib. Düzgün cavabımız D variantıdır. 67-ci sual. 67-ci sual. Verilmiş əsərin cədvələ görə uyğunluğu müəyyən edin. Məsnə formasında yazılmışdır. Şeir vahidi bənddir. Gənclər nəsihətdə deyir. Bizdən isə uyğunluğu müəyyən edin deyir. Şeir vahidi bənddir. Tərənnüm əsasında qələmə alınmışdır. Sujet xəttinə malik. Bəli, sujet xəttinə malikdir. Bədii təsvir ifadə vasitələrinə yer verilmişdir. Düzdür. Nəzm formasında bu da düzdür. Düzgün cavabımız 4, 5, 6 C variantı. Hansı əsərlərin janrı eynidir? Hansı əsərlərin janrı eynidir? İskəndərnamə poemadır. Gənclərə nəsihət poema deyil. 7 gözəl apardı könlümü qəzəldir. Düzgün deyil. Sirlər xəzinəsi, yaradılış dastandır. İskəndərnamə töhfət rəqib. Bəli, hər ikisi poemadır. Düzgün cavabımız D variantı. Kitab Dədə Qorqud dastandır, 7 gözəl poemadır. 69-cu sual. Biri İqbalnaməyə daxil deyil. İskəndərin filosoflara nəsihət yazdırması, İskəndərin peyğəmbərlik səfəri, İskəndərin elmə dəyər verməsi,
Yəcuc səddinin çəkilməsi hər biri iqbalnamaya daxildir. İskəndərin müşabə ilə görüşməsi iqbalnamaya daxildir. Düzgün variantımız Y variantı. Sillogizmi tamamlayın. Bütün poemalar nəzm formasında verilmişdir. İskəndərnamə poemadır. Nəzm deyirsə mənzum variantı axtarmalıyıq. Y variantında İskəndərnamə mənzum formadadır. Bəli. 71. Hər iki əsəri oxuyan şagirdlərimiz oxşar və fərqli cəhətləri aydınlaşdıra bilir. Deməli, əsəri ayrılıqda bir-bir oxşar və fərqli cəhətlərin aydınlaşdırmaq vaxtımız aparacaq deyə düzgün varianta keçirik. Hər iki nümunədə almaların sirrini açan ağıllı qəhrəman sonda qələbə çalır. Yəni, dərzi şagirdi Əhməddə də, ağıllı uşaqda da hər ikisində almalardan söhbət gedir. Digərlərində isə ağıllı uşağa aiddir. Dərzi şagirdi Əhmədə aid deyil. A variantı dərzi şagirdi Əhmədə aiddir. Ağıllı uşağa aid deyil. Düzgün variantımız 71. 72. Verilənlərdən biri tamaşadır. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Bəli, bu tamaşadır. Digərləri isə oyun növləridir. Yaradılış isə dastandır. A variantı. Müxtəlif janrlarla bağlı müqayisədə verilən hansı fikir nağıl janrı üçün ortaq sayıla bilər? Müxtəlif janrlarla nağıl üçün də ortaq sayılsın. Nağıl üçün də deməli. Əfsanə əvvəlində Pişrov adlanan başlığın verilməsi, təmsil, allegor üstünlük təşkil etməsi, deməli, atalar sözü yalnız nəsr formasında, dastan, nəzr, nəsm. Bunlar yəni nağılla ortaq kimi götürülə bilməz. Rəvayət yalnız nəsr formasında olması, nağılın da o formada olması ilə ortaq götürə bilərik. Deməli, 73. Düzgün cavabımız 5A variantı. Sonra 76. Verilmiş boşluğu tamamlayın deyir. Mübaliğə verib. İki variantda da mübaliğə işlədib. Bizdənsə mübaliğə işlənən variantı istəyir. 74-cü sual. Deməli, göz yaşım dağa dönüb yandırır düşən yeri. Göz yaşım dağa dönməsi mübaliğə deyilə. Düzgün cavab B variantı. Sonra İskəndərnamə poemasının məzmun ardıcılığını nəzərə alaraq hansının daha əvvəl baş verdiyini müəyyən edin. A, B, C və Y variantlarından qabaq D variantı Misir və Zənci də olur sənə ram, mərdiliklə alarsan yenilməz bir nam. Əsər oxuyan uşaqlar bilir ki, birinci D variantıdır. Yetmiş altı. Cədvəldə Nizami Gəncəvinin poemalarına aid hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olar? Məhəbbətin insanı saflaşdıran, nəcibləşdirən hiss olduğu Xosrov və Şirin əsərində ifadə olmuş. Doğrudan doğruları, yanlışdan yanlışları götürüb bir doğrudur, yeri də dəyişdiriləsi deyil. Hökümdarın çox ağır, çətin bir iş olub, məsuliyyət tələb etdiyi İskəndərnamə poemasında qabardılmışdır. 20 məqalət, 20 hekayə Sirlər Xəzinəsi poemasına daxildir. Doğru fikirdir. İctimai ədalət ideyası, insan ləyaqətinin ucalığı, əməyə hörmət hissi Sirlər Xəzinəsi əsərində ön plana çəkilmişdir. Uşaqlar, yeri də bu yanlış fikirdir. Bu doğru fikirdir. Sirlər Xəzinəsində olan bax bu fikir doğru fikirdir. 2 isə yanlış fikirdir. Biz 2 ilə 4-ün yerini dəyişdirməliyik. 2 yanlış olduğu üçün yanlış da yazılmalıdır. 4 doğru olduğu üçün doğru isə də yazılmalıdır. Deməli 2 və 4-ün yeri dəyişdirilməlidir. 5-də isə deyir ki, insanın kölə vəziyyətinə salan adətlər. Bu Leyl və Məcnundan danışılır. Amma burada deyir 7 gözəldir, yanlışdır. Ərəb əfsanəsi də Leyl və Məcnuna aid yazılıb. Burada isə deyir İskəndərnamə, bu da yanlışdır. 2 və 4-ün yerləri dəyişdirilməlidir. Sonra 77-ci sual. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğun boyda belə bir epizod yoxdur. Belə bir epizod yoxdur. Obrazlardan biri Dərbənddə dustaq olur. Var, elə özü ilə bərabər. Boyu uzun burla xatun kafirin bayrağını qılınclayır. Var. Bunu qoca yapaqlı qoca Oğuz elinə xoş xəbər gəlir. Bu Basatın Təpəgözü öldürdüyü boydadır. Ona görə də Qazan bəyin oğlu Uruzun dustaq olduğu boyda deyil. Ona görə düzgün cavabımız C-dir. Uruzun 40 yoldaş şəhid olur. Uruzun atasının qınağına məruz qalır. Bəli, bunlar hamısı Uruzun dustaq olduğu boydadır. 78-ci sual. Böyük iti Polad qılıncımı çəkməyincə
qapalı papaqlı başını kəsməyincə, al qanını yer üzünə tökməyincə, qardaşım qıyanın qanını almayınca qoymaram, sağ qalasan, qoymaram. Deməli, sonda Müfiq düşmənə qalib gələrək yurdunu xilas edir. Bəli, düzgün cavabımız A variantı. Əldə etdiyi qınlı qılıncla, qınsız qılıncla yanlış fikirdir. Pəri anası barmaq, bu uyğun deyil, Sevalent ümumiyyətcə çıxır. Qardaşın ölüm xəbərini Qapaqan adlı kişinin, bu xeyr, arvadından bilir, Qapaqanın özündən bilmir. Qazan xanla birlikdə düşmən üzərinə yollanır. Deməli, düzgün cavabımız bir dənə A variantıdır. Hər biri yanlış fikirlərdir. 79. Nümunənin janrını müəyyən edin. Nənəma qarış qoyun, yunu bir qarış qoy. Sayət sözlərdir, uşaqlar oxumağa ehtiyac yoxdur. Heyvandarlıqla bağlıdır. Verilənlərdən biri İskəndərin poemasının süjet xəttində öz əksini tapmır. Dastanın xülasəsi və İskəndərin Cahangirli tarixi var, tapır. İskəndərin təlim alması var, tapır. İskəndərin Bərdəyə gəlməsi, Müşabə ilə görüşməsi var. İskəndərin peyğəmbərlə yetişməsi var. İskəndərin anasına məktub yazması deyil, İskəndərin vəsiyyət yazmasıdır. Yanlış cavabımız Y variantıdır. 81. Verilən nümunədə hansı bədii ifadə? Diqqətli olun, bədii ifadə deyir, təsvir demir. İfadə vasitəsi işlənmişdir. Bugün yoxdursa da kimdəsə vəfa, vəsiyyət edirəm olma vəfa, bivəfa və vəfa sözləridir. Bədii təzaddır. Düzgün variantımız Y variantıdır. 82-ci sual. İntibah dövrünə aid hansı hadisə qədim dövr ədəbiyyatına da aiddir? Düzgün cavabımız A variantıdır. Vətənpərvərlik və təbiət mövzusuna müraciət. İntibah dövründə də var idi, qədim dövrdə də var idi. Digərləri isə ya intibahda var, ya da qədim dövrdə var. 83. 83-cü sual. Deməli, təşbih istəyir bizdən epitet, metafor və mübaliğə. Baxaq. Təşbih olan cümləmiz ağzı şəkər, ləb qəndim, içidir. Sonra epitet istəyir. Qönçə dodaqları, püstə dillərin. Bura yazırıq 1. Sonra metafor istəyir. Metafor. Göy kişnər, bulud ağlar. Mübaliğə işləyir. Rövşən etməz. 100 min günəş bərq etsə. Bu da düzgün cavabımız 2, 1, 4, 3. 2, 1, 4, 3. Yazdım bura. Hansı janrlar həm nəzm, həm nəsr formasında verilir? Həm nəzm, 84-cü sualımız. Deməli, 1 verilir, həm nəzm, həm nəsrlə dram verilir. Ondan sonra uşaqlar təmsil verilir. Dram, təmsil, bir də faciə. Sonra 85-ci sual. İstənilən bir nümunənin qoşma olduğunu nəzərə alsaq, hansı fikirlər mütləq doğru olar? Rübai janrlı eyni qafiyə quruluşu janr olduğunu söyləmək olar. Xeyr. Heca vəzində yazılmış nümunə vardır. Doğru fikirdir. İkini götürəcəyik. Beytlərlə yazılmış şeir var. Xeyr. Təhciyən aparıcı olduğu nümunə sayıla bilər. Xeyr. Çarpaz qafiyəyə rast gəlinər. Bəli, çarpaz qafiyəyə rast gəlinə bilərikdə A, B, C, B. Deməli, düzgün cavabımız 2 və 5. 2 və 5. 86-cı sual. Verilən janrlardan hansılarda vahid süjet xəttinə rast gəlmək mümkündür? Nağıl, qəzəldə xeyir, roman, bəli, müxəmməs xeyir, rübai xeyir. Deməli, düzgün cavabımız 1 və 3. Janrlarla bağlı uyğunluğu müəyyən edin. Janrlarla bağlı uyğunluğu istəyir bizdən indi. Nağıl, dastan, poema. Deməli, 1 nədir nağıl? Gəlin nağıla uyğun olanları seçək. Nəzm və xeyir, B variantı ancaq xeyir. Baş qəhrəman ideallaşdırıl və sonda xeyir, şərəf. Bəli, bu nağılda var. 1-ə yazırıq C. Məzmuna görə 3 qrupa bölünür. Bəli, nağıllar 3 qrupa bölünür. Sonra dastana keçək. Nəzm və nəsrin vəhdəti üzərində qurulur. Bəli, elə dastana A yazırıq. Sonra poemaya keçək. Ancaq nəzm formasında verilir. Bu da elə B variantı. Bəli. Deməli, 1 CD, 2A, 3B. 88-ci sualımız və burada bizə bir qəzəl verib, Yanaram qəzəlidir. Deyir ki, bu qəzəli
Gəlin şərtimizi oxuyaq. Sizə təqdim olmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqları yerinə yetirin. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər. Yanaram qəzəlini oxuyub vaxtınızı aparmıram. Nümunənin aid olduğu ədəbi növlə bağlı bir vacib fakt yazın deyir. Uşaqlar, vacib faktlardan birini mütləq şəkildə qeyd etməlisiniz. Yəni tərənnümlə bağlıdır, daha çox tərənnümlə bağlı olur. Müəllifin arzuları var, arzuları qeyd olunur, hiss-həyəcan nümunəsidir. Lirik ən əsas qəzəldir, lirik növdədir. Yəni mühüm bir fakta aid bunu yazın ki, qəzəldir, lirik növdədir. Lirik növdədirsə də yazırsınız ki, tərənnümlə daha çox bağlıdır, müəllifin arzuları, hiss-həyəcan nümunələri verilir. Sonra 89-da verilmiş nümunənin məzmunu baxımından məni candan usandırdı qəzəli ilə müqayisə edin. Məni candan usandırdı qəzəli də. Burada bizə verilən yanaram qəzəldə hər ikisi məzmununa görə məhəbbət mövzusundadır. Yazsaz düzgün çıxacaq. Nümunənin neçənci beytlərində inversiya işlənmişdir. Gəlin indi qəzəlimizdə inversiyalara baxaq. Inversiya nədir? Xəbərin əvvələ keçməsidir. Uşaqlar, burada düzgün inversiyalarımızdan biri, baxın, 3-cüdədir. Məndən İraq olduğun bağrımı qan eylədi. Bir də 5-cidədir. Deyir ki, səbri ilə aramımı qapdı. Baxın, qapdı. Yəni xəbərlərin qabağa keçməsi inversiyalardır. Deməli, düzgün cavabımız 3 və 5. Bugünkü 10-cu siniflər üçün Azərbaycan dili və ədəbiyyat izahlarımız bu qədər. Növbəti sınaqlarda görüşənədək sağ olun.